maraqlısı bilirsən nədir? Bizdə musiqiçinin familiyası Musəvidir. İranda baş qərargah rəisinin familiyası Musəvidir. Hələ belə sözləriylə. Azərbaycan şəxsiyyətə salam, hər vaxtınız xeyirli olsun. Hər dəfə bu tip süjetləri hazırlayanda Talih Jarvis və mən xahiş edirik ki, mütləq abunə olun və siz abunə olsunuz, dərhal nə baş verəcəksə ondan mütləq xəbərdar olacaqsınız. Plus bilirəm məndən zində zəhləsi gedənlər var ki, məhz onlar abunə olsa daha yaxşıdır. Niyə? Zəhlə öz gedir, amma eyni zamanda baxmaq istəyirsiniz. Siz abunə olsunuz, dərhal sizin qabağınıza çıxacaq ki, yenə də bu zəhləm getmiş bu şəxs söhbət məndən gedir. Görürsün nə danışır. Bu dəfə də məlumatlar var və bu dəfə də gözlənilir və bu dəfə də gözləyirik və bu dəfə də bizə çox maraqlıdır ki, görəsən nə vaxt və nə. Amma son məlumatlar nədir? İş orasındadır ki, Amerika durmadan ərazidə hələ də silahlı qüvvələrin sayını artırmaq istiqamətində işlər görür. Əlavə olaraq 6 ədəd F-18 Growler, əlavə olaraq 6 ədəd F-35 təyyarələri regiona gətirilib. Bu dəfə quru yolu ilə. Yəni quru yolu ilə deyəndə gəminin üstündə gəlməyiblər də, özləri öz qanatları ilə uçub gəliblər bura. Və plus ikinci bir tərəfdən ikinci aviadaşıyıcı qruplaşmanın da əraziyə gəlməsi ilə bağlı məlumatlar var və bütün bunların fonunda birdən-birə İranın pilotsuz uçan aparatının Amerika aviadaşıyıcı qruplaşması üzərindən uçması ilə bağlı yayılan xəbərlər bir tərəfdən İranın növbəti qələbəsi kimi qələmə verildi. Amerikalıların şokda olması kimi. Bəndərəbasda baş verən partlayışlar ki, bunların hələ də niyə görə partladı sualının cavabı tapılmayıb. İran tərəfi deyir ki, burada qaz sızması var idi. Heç nə demir əks tərəf, amma əks tərəf analiz edəndə baxır ki, deyir, yox, qaz sızması belə partlamır. Bəndərəbasda İranın hərbi dəniz donanmalarının komandanının partlayış nəticəsində ölməsi ilə bağlı xəbərlər yayılsa da İran bunu təbii ki, təsdiqləmir. Amma məsələ ərazidə olan insanlar deyirlər ki, bəli, oradan sepah formasında olan insanların meyitləri dağıntılar altından çıxarılır. Sepah da özünüz bilirik də, İranda İrandır. Və məhz Sepahın Avropada terror təşkilatı kimi qəbul edilməsi İranı çox əsəbləşdirib və ona görə də onlar Avropanın bir sıra təşkilatlarını deyirlər ki, siz bizə terrorçu deyirsiniz, onda siz də terrorçusunuz. Uşaqlarda olur, deyir, dəlisən, deyir, özünsən dəli. Belə bir şeydir. Amma niyə görə məhz müharibə ilə bağlı məsələlər mənə üçün bu dəqiqə çox maraqlı gəlir? İş orasındadır ki, Fars körfəzində Rusiya, Çin və İran hərbi dəniz qüvvələrinin birgə döyüş atışlı təlimləri planlaşdırılırdı. Birdən-birə Çin oradan yönələn gəmilərini geri çəkdi. Rusiya ilə ümumiyyətlə gəlmədi və İran qaldı tək. Amma bütün bunlara baxmayaraq İran dedi ki, mən tək başına orada İran fərqi nədir belə baxanda. İran dedi ki, yox, fərqi yoxdur, mən özüm orada döyüş atışlı hərbi təlimlər keçirəcəyim və keçirdi də. Və bütün bu təlimlərə Amerika RC-135 təyyarəsi ilə xüsusi formada nəzarətdə saxlamışdı. RC-135 təyyarəsi nədir? Bir var AWACS təyyarələri, bir də var RC-135'lər. AWACS-dan fərqli olaraq RC-135 hər şeyi görür, eşidir, bilir və bütün bu məlumatı ötürür. Sırf kəşfiyyatla məşğuldur. Əgər AWACS döyüşü idarə edə bilirsə, RC-135 ən sadə radio siqnalı belə tutanda o siqnalın hardan buraxıldığını, hansı qüvvə ilə buraxıldığını, tezliyin nə olduğunu, hansı texnikaya malik olduğunu, bir neçə dəqiqə sonra hansı texnikanın bu siqnalı necə istifadə etdiyini, siqnaturasını, tezliyini, gücünü, hər şeyi analiz edir və bu məlumatı dərhal ötürür onlayn. Və ona görə də RC-135 əgər ərazidə uçursa, vəssalam, deməli sənin radioelektronika ilə bağlı nə məlumat varsa, hamısını həmin o RC-135 toplaya bilir və o təyyarə də orada daim uçur və İranla da bağlı məlumatı toplayır. Və İran ikinci bir tərəfdən bir məlumat da yaydı ki, mən artıq özümün raket qurğularını dağlara çəkmişəm və onları tapmaq tamamilə çətin olacaq. Onların harda olduğunu bilmək mümkün deyil. Bəli, bu bir tərəfdən təbii ki, Amerika üçün çox ciddi problemlər yaradacaq və yaradır da. Çünki dağlarda buraxıcı qurğuları tapmaq, onları hədəfə almaq elə də asan məsələ deyil. Amma nə qədər o buraxıcı qurğular dağlara çəkilsə də qəbul eləmək lazımdır ki, İran preventiv birinci zərbə endirməyəcək. Bu 100%dir. İran gözləmə mövqeyindədir və İran gözləyir ki, ona nə vaxt zərbə endirərlərsə, dərhal onda İran özü cavab verəcək. Bunu başa düşmək olar. Bu normaldır və hər halda İran düz danışıqlara getməsə də yadınıza salım ki, Amerika İrandan 4 şərt irəli sürmüşdü. Nüvə proqramının dayandırılması, ballistik raket proqramının dayandırılması, İranın proksi qüvvələri bu Hezbollah və s. və onların
tamamilə dayandırılması və ölkədəki repressiyaların dayandırılması. İran deyir ki, repressiya ilə bağlı yatmısan, artıq bu problem öz həllini tapıb. Proksi qüvvələri ilə bağlı deyir ki, bilsən nə var, bu mənim öz işimdir, özüm bilərəm, kiminlə nə edərəm, kimə də nə verərəm, bu da mənim öz işimdir. Ballistik raketlərlə deyir ki, raket də mənim öz malımdır, istəyərəm ballistik raket düzəldirəm, istəmərəm başqa şey düzəldirəm. Nüvə proqramında deyir ki, hə, orada biz nüvənin zənginləşdirilməsi ilə bağlı danışa bilərik. Tamam, inandım, tamam. Yəni, faktiki olaraq bu 4 şərtin cüzi bir hissəsi ilə danışıqlara getməyə hazırdır. Təbii ki, bu da Amerikanın qətiyyən qanunu eləmir. Məhz bu nöqteyi nəzərdən regionda hələ ki gərginlik qalmaqdadır və ikinci aviadaşıyıcı qruplaşmanın da əraziyə gəlməsi vəziyyəti çox ağır bir həddə gətirib çatdıra bilər. Düzdür, bir tərəfdən fevralın 6-sında Amerikadan Uitkov, İrandan Arakçı arasında İstanbulda görüşün olacağı planlaşdırılır. Bir tərəfdən Uitkovun başını pişirmək mümkündür. Başı tez bişən siyasətçi kimi tanınır dünya praktikasında. Oyuna dil tapmaq da olur və s. və ilə axır. Amma ikinci bir tərəfdən heç də o demək deyil ki, hər şey onun dediyi kimi olacaq və yaxud elə qəbul ediləcək. Yox, gərginlik edər, gərginlik formasında qalır. Və bu gərginlik fonunda Amerika artıq İrana qarşı müxtəlif variantları hazırlayır. Bir, söhbət hibrid müharibədən gedir ki, kiber hücumlar, müxtəlif iqtisadi sanksiyalar, ərazinin bloklanması ki, gəmilər orada hərəkət edə bilməsin və s. və ilə axır, müəyyən insanlara qarşı persona non grata sistemindən istifadə etmək. Yəni bu hibrid formada da. İkinci bir variant mövcuddur ki, İrana müəyyən nöqtələrinə çox dəqiq zərbələrin endirilməsi. Güclü yox, çox güclü yox, sadəcə olaraq müəyyən nöqtələrə zərbələr endirilir ki, bu ilə də Amerika sanki öz qüvvəsini göstərmiş olacaq. Bax, istəsəm darmadağın eləyərəm. Amerika belə planlaşdırır. Üçüncü bir variant mümkündür və daha real görsənir. O qədər qüvvənin fonunda İrana qarşı çox güclü bir zərbənin endirilməsi və bu Bəndər Abbasdan tutmuş Azərbaycan sərhədində olan hansısa bir İranın hərbi obyektlərinə qədər zərbələrin endirilməsi planlaşdırılır ki, burada artıq Tomahawk raketləri, F-18-lər, F-35-lər, B-2-lər, hansılar ki, artıq Diego Garcia'dadır və Diego Garcia hətta B-52-lər də gətirilib. B-52 ilə də nəyisə bombalamaq istəyirlər. Yəni, nə qədər qüvvə varsa regionda, bütün bu qüvvələrin hamısı ilə birlikdə İrana şok edici, çox güclü bir zərbə endirmək və İranı daş dövrünə qədər geri atmaq. Bu variant baxılır və bu variantı məhz Amerika daha çox belə özü üçün real görür. Nə dərəcədə real ola bilər deyə bilmərəm. Dördüncü variant var ki, orada məhz Venezuela ssenarisinin müəyyən bir hissəsi zərbə endirilir və bu zərbənin fonunda Amerikanın xüsusi təyinatları müəyyən əməliyyatlar keçirirlər ki, bu mənə real görsənmir. İran Venezuela deyil. İranın ərazisində quru əməliyyatı keçirməyə hər kişinin başı üçün deyil, yeri gəlmişkən. Onu da demək lazımdır. Və ona görə də məhz artıq ssenarilər var. Sadəcə olaraq Trump və administrasiyası, ələxüsusda Trump bu əməliyyat nə dərəcədə effektiv olacaq və 100% əminliklə demək olar ki, Amerika orada minimal itkilərdən çıxa bilər. Buna heç kim söz vermir ki, xeyr, nə də olmasa İrana artıq Çindən də radioelektron mübarizə sistemləri gətirilib və həmin radioelektron mübarizə sistemləri də Amerikanın qüvvələrinə qarşı aktiv istifadə olunma bilər. Ona görə də artıq müharibə raket, bomba, top, mərmi səviyyəsində yox, radioelektronika səviyyəsində gedir. Və bu ən çətin müharibələrdən biridir. Kimin radioelektronikası güclü olacaqsa, bəlli məsələdir. Müharibə onun. Allah üzünüzə baxıb, həqiqətən deyirəm, Xomeyniyə ağı deyənləri nəzərdə tuturam. Oturmusunuz Azərbaycanda, təhlükəsiz yerdə, rahat, sakit, tam əminsiniz ki, başınıza bir dənə də raket bomba düşməyəcək. Kayıfdasınız da və bu kayıfda olduğunuza görə buradan qışqırırsınız ki, ləbbeykə ya Xameneyi. Yəni burada oturub ləbbeykə ya Xameneyi qışqırmağa nə var ki? Bilirsiniz ki, seçin olan deyil də. Elə də elə deyil. Amma iş mənə çox maraqlı olur ki, siz burada yox, orada olsaydınız, nə edəcəydiniz? Qorxunuzdan siz də hansısa bir evin altında bir zirzəmidən, zatdan bir yer axtaracaqsınız ki, girməyə. Burada oturub qışqırmaq çox asan. Əsas odur ki, Azərbaycanın özünə işin olmasın və biz bu problemdən tərtəmiz çıxaq ki, necə problemlərdən çıxmağı bacarırıq. Səbəb, həmin o Xomeyniyə ağam deyənlərdən fərqli olaraq normal Azərbaycanlıların pragmatik düşüncə tərzi, dünya görüşü, dünyaya baxış pəncərəsi var və onlar normal hər şeyi rahat qəbul eləyə bilirlər. Şükür olaraq. Belə, salamat qalın, əsası odur.